Hörmətli izləyicilər, Balakan rayonundan bir görüntü göndəriblər kanalımıza. Balakan çayında, çay yatağındakı vəziyyət göstərilir burada. Burada deməli qum çınqılın çay yataqlarında artması nəticəsində çay hər an öz məcrasını dəyişib kəndlərə və digər əkin təyinatlı ərazilərə ziyan vura bilər. Hətta ərazidə yerləşən örüş sahəsini artıq əvvəlki dönəmlərdə su yuyub aparıb. Son vaxtlar Balakan çayından qum çınqıl aparılmasına icazə verilmir. Səbəb isə izah olunmur. Əsas təhlükəli yer Hənifə kəndinin ərazisidir. Zamanında həmin ərazilərdə su onlarla hektar yararlı torpaq sahələrini yuyaraq aparıb. Rayon rəhbərliyi bu məsələyə biganə yanaşır və dəfələrlə müraciət etməyimizə baxmayaraq heç bir kömək etmir ya da edə bilmir deyə şikayətçilər bildirir. Eyni zamanda şikayətçilər qeyd edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əhaliyə çay ərazisindən hər hansı tikinti materiallarının aparılmasına qadağa qoyub. İcazə verilmir yəni. Bu üzdən Balakəndə tikinti dayanıb və tikinti materiallarının qiymətlərində kəskin artım müşahidə olunmaqdadır deyə şikayətçilər bildirir. Məsələ ilə bağlı biz də tərəfimizdən əlaqədar qurumlara müraciət edərək xahiş edirik. Eləcə də mərkəzi hakimiyyət orqanlarına, eləcə də Balakan rayon rəhbərliyinə ki, əhalinin müraciəti nəzərə alınsın, onların bu istiqamətdəki problemi aradan qaldırılsın. Doğrudan da çay yatağında uzun müddət daş çınqılın götürülməməsi yekunda çay yatağının artmasına səbəb olur və əhali qeyd edir ki, aşağı ərazilərdə, yəni Hənifə kəndindən aşağı ərazilərdə hər hansı bənd qurulmayıb və bu da gələcəkdə digər fəsadların ortaya çıxmasına səbəb ola bilər. Hesab edirik ki, başda hörmətli Natiq müəllim olmaqla icra hakimiyyətinin başçısı, digər əlaqədar qurumlar bu məsələnin aradan qaldırılmasında əllərindən gələni əsirgəməyəcəklər. Çünki əvvəlki dönəmlərə baxanda hazırda Balakəndə islahatçı bir komanda formalaşıb, yəni Cənab Prezidentin etimadını doğruldan bir rayon rəhbərliyi fəaliyyət göstərir və inanır ki, bu problem də tezlikcə həllini tapacaq və qarşı tərəfin də bütün əlaqədar qurumların da mövqeyini dinləməyə hazırıq. Bizi izləməyə davam edin, əlavə məlumatlarımız olacaq.